İlk geldiğimiz günden yadımızdadır mənim. Burada dayanmışdım. Ne gün değil, berbat. Qədasını alayım. Allah səndən razı olsun. Murad, artıq neçə vaxtdır müalicədəsən? 8 aydır, Allaha son şükürlər olsun ki, müalicədəyəm. Ambulatorkadayam. Mülaki konsultantam artıq. Xidmət göstərirəm. Və maariflənirəm, inşallah da sağalmağa davam. Yeni izləyicilərə də bildirim ki, özün haqqında qısa məlumat ver. Murad neçə il narkotik istifadəçisi olub və Murad cinayət aləmində, kriminal aləmində, türmə həyatında neçə il vermisən, qurban vermisən? Ümumiyyətcə narkotiklə tanışdığım 18-19 yaşlarıma təsadüf eləyir. Bu müddətdə də bu günə qədər də 37 yaşım var ki, deyərəm ki 18-19 ilimi istər yüngül maddəli narkotiklərdən, istər ağır, yəni qurban vermişəm. Deyərəm ki, gəncliyimi qurban vermişəm, azadlığımı qurban vermişəm. Həbsxanaya dəfələrlə düşmüşəm narkotikə görə, cinayətlər törətmişəm narkotikə görə. Yəni, hər şeyində kökü narkotik olub. İstər düzgün qərar verməməyimi, istər hansısa bir cinayətdə atdığım addımın, yəni narkotik təsiri altında olmuşam və fəsadlarını da çəkmişəm, yaşamışam, Nail müəllim. Bugünkü gün Allaha sonsuz şükürlər olsun ki, 8 aydır, 9-cu aya keçir. Sağalma yoluna siz məni gətirmisiniz. Yəni izləyicilərimizə mənim o çəkilişim tanışdır, YouTube-da var. Fərqi də Allahın izni ilə istər bioloji sfera olsun, istər yəni sosioloji olsun və yaxud da ailə sferalarında olsun ki, yəni mənim dağılmış sferalar idi da, hamısı siz gəlib görmüşdünüz, yəni ailə yox idi, hamısı məni tərk eləmişdi. Allaha sonsuz şükürlər olsun ki, bugün hamısı öz yeri yerində qayıdıbdır. Yəni mənim uğurlarımdandır, ən birinci uğurlarımdan odur ki, ailəm, anam mənə halallıq verib, Allaha sonsuz şükürlər olsun. Və minnətdaram mən Startlight Sağlamlıq Mərkəzinə, Bərpa Mərkəzinə, başda Anar müəllim olmaqla bu mərkəzin rəhbərliyi ki, yəni məni tək narkotikdən azad etmədi də. Bu insan mənə həyatın da qanunlarını, mənə yaşayışın da qanunlarını, yəni normal insan necə yaşayar, necə yaşaya bilər, bu yolda addımlamağı da mənim əlimdən tutdu, mənə öyrətdi. Mən yenidən deyərəm ki, bu dünyaya gəlməyimə səbəb oldu Nail müəllim. Siz də vəsiləsiz, Allah sizdən də razı olsun. Yəni siz mənim ali gücümsüz. Yəni mərkəz mənim ikinci evimdir. Ümumiyyətcə deyirlər, mərkəz narkomanın məscididir, belə bir şüar var. Yəni bu həqiqətən də doğrudur. Bura bizim məscidimizdir. Necə məscidimizdir? Burada analarımızın duası var. Biz sağalan narkomanlar özümüzə təskinliyi burada tapırıq. Yəni rahatçılığı burada tapırıq. Yəni qeyri-aslı insanlar bu sferadan, yəni anlayışı olmayan ki, bəzi insanlar ki, var hardasa deyir, narkomandan adam olmaz, narkoman insan deyil, deyən insanların arasında hardasa tapmadıqlarımızı biz burada tapırıq və o insanları da inşallah göstərib, belə deyim, sübut eləmək istəyirik ki, həqiqətən də yəni narkomandan insan olar. Sağalan narkoman həqiqətən də uğura məhkumdur. Bugünkü gün yəni göz qabağındadır ki, artıq yəni 8 ay deyərəm mən böyük müddət olmasa da, amma yəni böyük rezultatlar, böyük mənim həyatıma xeyirləri oldu da bu 8 ayda. Yəni ki, mən 19 ilimi narkotika qurban vermişəm. Bugünkü gün 8 ayda mən dağılan sferalarımı hardasa bərpa eləməyi, yəni bacarmışamsa, buna nail olmuşuqsa hamımız bərabər, yəni rəhbərliklə, mənim üzərimdə yəni müəllimlərimiz var, psixoloqlarımız var burada ki, mənə kömək olub, dəstək olublar. Düzəltmişiksə Allahın izni ilə bundan qalan günlərimizi də irəliyə doğru inşallah həm sağalırıq, həm sağaldırıq, həm dəstəyi inşallah. Artıq haşiyədən çıxmaq istəmirəm. Yəni dırnaq arası demək istəyirəm ki, bu cavanlarımız ki var, əldə telefonla kriminal aləmə meyllənib, narkotikə qurşanırlar, hardasa oyun aludəçisi olurlar. Mən bunları üzümü tutub demək istəyirəm ki, həyat ayıq yaşamaqdadır. Həqiqətən də yəni yaşamağa dəyər, həyat gözəldir. Bugünkü gün mən məsuliyyətlərimi yerinə yetirirəm, ondan zövq alıram. Ki, mən uşağımı yığıram, səsini eşidirəm, ondan oynayıram, üzr istəyirəm, ailəmin xoş təəssürat bağışladığı sözləri eşidirəm. Həqiqətən də dırnaq arası içən ondan doz alır. Yəni, mənə həqiqətən də, yəni,
süni erfari hissi deyil də. Necə ki narkotik istifadə edirdik, süni erfari hissimiz olurdu. 1 saat, 2 saat gedib yenidən istifadə eləmək. Amma o erfari hissi məndə deyərəm ki 1 ay yaşadır o həzzi, o kayfı mənə. Siz necədir Nail müəllim? Həqiqətən də bir daha minnətdarlığım var ki sizə, siz mənə vəsilə oldunuz, Anar müəllim vəsilə oldu bugünkü gün bu hissləri yaşamağıma. Və xalqıma minnətdarlığım var. Sən niyə narkoman olmusan? Cinayətkar olmusan? Niyə narkoman olmuşam? Mən əvvəla Nail müəllim. Mən də uşaqlıqda, cavanlıqda biraz meyilli idim. Yəni idmanla məşğul idik, öz klubumuz var idi. Yəni necə cavanlıqda, məktəb vaxtından çöl, bayır sözünü demək, orada dava, burada şava, hörmətli oğlan, dırnaqarası. Yəni çöl həyatına çox meyilli oldum. Və valideynlərimin dediyinə yəni qulaq asmadım. Mən özümü elə göstərirdim, mən onların dediyinə qulaq asıram, amma əməl eləmirdim Nail müəllim. Gün gəldi, vədə gəldi. Yəni mən Rusiya şəhərinə, vilayətinə çıxdım, getdim. 19 yaşım var idi artıq. Gedəndən sonra artıq çöl, bayır həyatına başladım meyl eləməyə. Orada yavaş-yavaş spirtli içkilərdən, alkoqoldan, yavaş-yavaş yəni bəzi yüngül narkotiklərdən, digər narkotiklərdən tanış olmağa başladım çöl həyatında. Bir də gözümü açdım ki, Nail müəllim, mən 2023-ün avqustunda qayıdıb, 2009-da Azərbaycanı tərk eləyən, 2023-ün avqustunda mən qayıdıb gəldim Azərbaycana artıq. Yəni necə gəldim? Artıq bir stajlı narkoman, cinayətkar, yəni dağıdıcı davranışlar haracan deyirsiniz, yəni ailədə necə deyərlər, məclisdə, qohumda, əqrəbada, nənəm, babanın yanında oturub normal bir insan kimi danışa bilməyən bir insan kimi, yəni lazımsız jestlər, bildiniz necə Nail müəllim. Yəni bir vaxt gözümü açdım ki, artıq narkoman necə olduğumu mən yəni indi onu tam izahını verə bilmərəmsə, mən o deyərəm ki, yəni mühit, qulaq asmadım, yəni öz başınaçılıqdan, bildiniz necə, öz başınaçılıqdan, bu çölə bayıra meylçilikdən, bildiniz necə. Valideyn də ki, təbii ki, hər bir valideyn kimi mənə də inanırdılar, etibar eləyirdilər. Zəng eləyəndə anam, atam, oğul hardasan deyəndə mən onları təbii ki, aldadırdım. Hansısa bir idmançı dostumun evindəyəm, sinif yoldaşımın evindəyəm. Amma mən əfsuslar olsun ki, evə getmirdim. Gecələrlə çöldə, bayırda, üzr istəyirəm, kafe, bar, diskoteka həyatında. Amma bugünkü gün mən onun peşmançılığını çəkirəm. O mənim bərpa olmayan pateriyamdır, Nail müəllim. Bugünkü gün. Amma bu günümə də şükür eləyirəm ki, Allah'a sonsuz şükürlər olsun ki, yəni bu yerə qədər necə nəcür gəlib çıxdı. Amma bundan sonraki qalan həyatımı inşallah yaxşı insan olaraq yaşamaq istəyirəm. Mən düz yaxşı oğlan ola bilərəm kimi üçünsə, yaxşı qardaş ola bilərəm, yaxşı nə bilim, sözünü deyən adam ola bilərəm. Amma mən yaxşı oğul, valideynlərimə ola bilməmişəm bu yaşa qədər. Atamı itirmişəm. Atam mənim yəni görməyib. Yəni bu yaxşı yolda addımladığım anlarımı görməyib. Yalnız və yalnız eşidib kimlərdənsə, hə, sənin oğlun yaxşı oğlandır, kimi üçünsə. Amma atam üçün, anam üçün ola bilmədim. Amma bundan sonra yaxşı insan olmaq istəyirəm Allahın izni ilə. Bundan sonra geridə qalan həyatım yaxşı ata olmaq istəyirəm. Üzr istəyirəm, yaxşı həyat yoldaşı olmaq istəyirəm Nail müəllim. Mən bundan sonraki önümdəki məqsədlərim yalnız bunlardır. Ən birinci məqsədim də sağalmaqdır və sağaltmaqdır. Psixoloji vəziyyətim düzəlib, yəni sferalarım bərpa olub. Mən artıq hansısa bir məclisə gedəndə mən normal bir insan kimi oturub orada fikrimi bildirə bilirəm. Qarşımda danışan insanı dinləyə bilirəm. Amma Nail müəllim, mən belə deyildim. Mən deyərəm ki, 100-ə 85-90% dəyişmişəm. Geridə qalan 10% Allahın izni ilə öz üzərimdə işləyirəm. Yəni o da mərkəz sferasında bəlkə də indi bilməyənlər bilməz. Mən belə bir izahını verim ki, 80-90% məni dəyişən proses olub, yəni rezident deyilən bir şey vardı, tələbə olmuşam, dəyişmişəm. Geridə qalan 10%-imdə bugünkü balaca konsultant, mlaç konsultant deyirlər, yəni stajyoram. Yəni öyrənirəm, mənə öndə gedənləri, müəllimlərimiz, psixoloqlarımız var ki, yəni proqramı mənə dərsini keçir, izahını eləyir ki, mən də inşallah özümdən sonra gələnlərə ötürəm. O 10%-də Allahın izindən orada bərpa eləyirəm. Bir də çölə adaptasiya var da, ambulatorka deyilən bir şey var. 2 gün mərkəz, 2 gün ev, məsəl üçün ailə, dost, tanış,
Bunları inşallah Allahın izni ilə bərpa eləyirəm. Yəni çölə adaptasiya, çöl sferamı, insanlarla, yəni ünsiyyətimi Nail müəllim. Yəni Allah şükürlər olsun Nail müəllim. Mən çox Namaz qılırsınız. Subhanallah. Deyərəm ki, siz məni gətirdiyiniz günün 5-10 günü idi ki, mən artıq başlamışam burada rəhbərimizin köməyi ilə, dəstəyi ilə, ilahi qüvvənin köməyi ilə ki, mən çox razıyam ki, Allahım yenə də mənə o şansı verdi. Mən bundan öncə də ibadətə, düzdür, ibadət edən insan olmuşdum. Amma məndən uzaqlaşmışdı namaz. Nəyə görə? Çünki düzgün mövqedə deyildim, düzgün həyat tərzi yaşamırdım, yəni. Amma bugünkü gün Allah'a sonsuz şükürlər olsun ki, mənim qəlb rahatsızlığımdan da biri odur ki, Allah təbarək təala yenidən mənə qismət elədi. Birinci növbədə Allah. Allahla şuurlu əlaqəmi mən bərpa eləmişəm. Nail müəllim, məndən dəyişiklik soruşursunuz. Allahla şuurlu əlaqəmi bərpa eləmişəm. Mən düzdür, bundan öncə də Allah tanıyırdım. Amma doğru Allah tanımırdım. Mənə narkotik yetirən, mənə alkoqol yetirən Allahı mən tanıyırdım. Amma bugünkü gün mənim sağlığımı yerinə qaytaran, mənim ailəmin ruzusunu, bərəkətini və mənə dəstək olan Allahı tanıyıram. Mən bu Allahı artıq tanıyıram ki, yəni bu Allah var. Yəni həqiqətən də mənim formalaşdırdığım Allah doğru Allah deyilmiş. Yəni. O mənim şuur altımda mənim xəstəliyim imiş, negativ fikirlərdən formalanmış bir fiqur imiş, necə deyərlər Nail müəllim. Bu reabilitasiya mərkəzi hələ bir divarlarından kimi axır müəllim. Mən ağır hiss eləmədim burada, inansınız. Mən rəhbərimiz Anar müəllim də bu gün oturub məni dinləyir. Yəni təsdiq elə. Mən gəldiyim ilk gündən deyərəm mərkəzə ki, pozitiv oldu. İdman, basin yay vaxtı gəlirdi. Hər gün basinə çıxırdıq. Yəni bugünkü gündə düzdür, amma qışdır. Basinə çıxırdıq. İdman gəldiyim gündən deyirəm ki, pozitiv oldum. Düzdür, diskomfortum hardasa oldu. Necə diskomfortum? Oyuncağımı əlimdən alıblar. Narkotik əlimdən alıblar. Mən narkoman olmuşam bundan öncə. Yəni onun kimi biraz diskomfortlar oldu hardasa. Mənə negativ tiyaqa deyirlər də. Tiyaqa kimi istəklər gəlirdi. Amma şükür olsun Allaha ki, yəni ona görə də burada mütəxəssislərimiz var idi də onda, yəni indi də var. Dəstək olurdular yəni. Bəs yuxular neçə gün bərpa oldu? 10 gün ərzində Nail müəllim. Tam hər şey məndə bərpa oldu. Yəni yuxum da bərpa oldu, diskomfortum da getdi. Narkotiki iynə vasitəsini qəbul edirdin sən? Bəli, əfsuslar olsun ki, damar daxili qəbul edirdim Nail müəllim. Utanıram düzdür belə şeylərdən danışmağa. Mənə həqiqətən də mənəviyyat oyandıqca insana sağlam düşüncə gəldikcə, yəni nə yaraşdırmıram özümə, nə də o yolda olanlara inşallah Allahın izni ilə sağlam yol arzu edirəm. İnşallah Allahın izni Allah onların da yolunu açsın. Və özlərinin də çox şey asılıqdan Nail müəllim. Necə ki mən birinci addımı atdım, sizdən dəstək istədim, kömək istədim, ilahi bir Allahıma dua elədim. Yəni bir gün ərzində də siz gəldiniz mənə apardı. Yeri gələndə nə mən sizi tanımırdım, nə siz məni tanımırdınız. Mən bu dəfələrlə demişəm, burada da deyirəm həmişə. Mən sizdən öncə birinci göyə əlimi açdım Allahdan, mən ağlaya-ağlaya Allahdan kömək istədim. İmkanım da var idi, özünüz görürsünüz işləyirdim də, narkotik də var idi. Yəni istifadə də eləyirdim, çətinlik olmurdu o baxımdan. Mən sağalmaq istəyirdim. Mən baxırdım ki, mənim ata yurdum, evim bomboş, ailəm, uşağımın orada üzr istəyirəm, yatağım uşağı yoxdur, bildiniz necə? Yəni mənəvi əziyyət, narkomanın da hardasa aktiv istifadədə olanda da mənəviyyatı olur da, amma yəni o bir müddət insana gəlir də, ya önce necə o istifadə edən insanlar bilər mənə, o istifadə ilə ağrıların ortasında bir nöqtə var ki, orada insana hardasa mənəviyyat gəlir. İnsan sağalmaq istəyir, insan yəni yaxşı yolda addımlamaq istəyir, insan özünü görməyə başlayır. Allaha sonsuz şükürlər olsun ki, mən onun elə bil momentini tutdum da, əlimi açdım Allahdan istədim Nail müəllim. Siz gəldiniz və Allah şükürlər olsun mən bugünkü günü Startlar Reabilitasiya Mərkəzinə gəlmişəm. İnan ki, Nail müəllim, evə gedirəm, burada bu birisi də yolun başında marşrutdan düşürük. Mən o mərkəzin yolunu yeriyərək gəlməyə səbrim çatmır, mən qaçıram. Qaçıram, mən gedirəm mərkəzə, bilirsiniz, yəni o qədər doğmadır ki, o qədər mən burada özümü tapmışam. Mənim burada yəni dinləyəsi insanlar var, mənim dinləyib maariflənəsi insanlar var burada Nail müəllim. Ona görə də mən bir daha minnətdaram sizə və bu rəhbərliyə, bu mərkəzə. Bu düt-düt nəyin səsidir? Kameranın səsidir. İzləyicilərdən üzr istəyirəm, çəkiş arası qısa səslər verilir. O kameranın səsidir. Məcburuq onu çıxardamırıq. Çünki reabilitasiya mərkəzi 24 saat kamera ilə müşahidə olunur, zapis olunur.
Deməli bildirmək istəyirəm ki, çoxsu deyir ki, reabilitasiyadan sonra əsas qalmaq, əsas narkotiksiz qalmaq reabilitasiyadan sonrakı mərhələdir. Sən Murad, reabilitasiyadan sonra o tamam 1 il qaldın, 2 il qaldın, 3 il qaldın. Nə edəcəksən? Nə planın var? Nə istəyin var? Özünü necə ayıq saxlayacaqsan? Bugünkü gün Nail müəllim, mən 3 il, 5 il qabağımı, yəni xurafatını qurmaq istəmirəm. Açığı, o mənə ziyandır. Biz dünəni yaşamışıq, bugünü yaşayırıq və sabahı da o bilən Allahdır yəni. O ilahiyyə yəni bəllidir. Mən durub 2 ayımın, 3 ayımın planını qurmaqla bugünkü gün özümə ziyan vermiş olaram. O da yəni proqramda ümumiyyətlə sağalmaq yolunda məsləhət görülmür bir yerə qədər də. Yəni tramplin deyilən bir şey var. 1 il yarım, 2 ay ayıq qalandan sonra artıq normal insanlar kimi düzdür, sən də həyatının cədvəlini tuta bilərsən arası. Amma bugünkü gün mənim keçdiyim prosesə görə 8-9 ayıqlıqda 2 ayın, 3 ayın mən qurmuram xurafatını başımda. Sən hələ ya sağalmağınla məşğulsan. Mən sağalmağımla da məşğulam, çölə adaptasiyanla da məşğulam və bugünkü gün üzərimə düşən məsuliyyətlərimi yerinə yetirməyimlə məşğulam. Muradın sağalmasında əziyyət çəkən, təmənnasız, 1 manatsız, 1 qəpiksiz Muradı bugünkü gün müalicə edib sağaldan Start Reabilitasiya Mərkəzi komandası və Anar müəllim, sizə təşəkkür edirəm. Çoxsunun tanıdığı Anton ləqəbli Anar həm özü sağalıb, bu çətin yolda addımlayır, Bəli, nəfsinə hakim olur, bəli. namazını qılır, Allahdan belə deyim də dualar edir hər gün, kömək istəyir və həm də sağaldır. Anar çox sağ ol, minnətdaram. Çox sağ olun, siz sağ olun, Allah sizi qorusun. Bu çox sevindirici bir haldır mənim üçün. Valideynlər bugünkü gün durmadan zəng eləyirlər, minnətdarlıqlarını bildirirlər. Necə deyim, vallahi yəni bu belə bir həzz nə içkidə, nə iqrada, nə narkotikdə ola bilməz. Yəni bugünkü gün mənim yaşadığım hisslər Allahım bilir, mən bilirəm. Çox şükür Allaha. Murad qardaşımızdakı maşallahı var. Qardaşımız gələn bir günündən, yəni pozitivdir günü bu günə kimi, yəni öyrənməyə çalışır. Psixologiyadan, yəni proqramdan və öyrəndiyini ötürməyə çalışır. Sağalmaq olur, istəyən 8 ayda olsa, 7 ayda olsa, 5 ayda olsa, Bəli, 10 ayda bəli. olsa narkotiksiz qala bilirsən. Bəli. Narkotiksiz qalanda da dağıdıcı davranışların dayanır, Bəli. ətrafında olan ana, ata, yoldaş, uşağı incitmirsən. Bəli, özlərindən asılı olmayan bir şeydir də. Yəni bu xəstəlikdir. Yəni bu xəstəliklə də ki, sizdir, bizdir, hüquq mühafizə orqanları qarşıyıq. Yəni hamımız mübarizə aparırıq və mübarizə də aparacağıq axıra kimi ki, yəni cavanlarımız yəni bu bəladan əziyyət çəkməsin. Murad qardaşımız burada qalacaq, fəaliyyət göstərəcək, işlə təmin eləmişik qardaşımızı. İnşallah, yəni bu gündən sonra yəni işlə təmin olunub və həyatına yavaş-yavaş davam eləyəcək və həyatında səbirlə uğurlar əldə eləyəcək inşallah. İnşallah. Yəni sizin komandadan da. Bəli, bəli, bizim komandadan Murad. Əla, əla, gözəl. Və bu müjdəli xəbəri o insanlara ötürmək istəyirəm ki, xəstəliyimiz sağalan xəstəlikdir. Necə ki, mənim birinci çəkilişimdə Nail müəllim, siz mənə çəkiliş eləmişdiniz Gürcüstanda, mən qabağıma çel qoymuşam. Sağalacam və qardaşlarımı sağaldacam inşallah. Uğurlar hamımıza, uğurlar uşaqlar. Çox sağ olun. Var olun. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim, bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bugünkü gündə 2 ildir reabilitasiyadayam, sağalıram.
Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Gördüyünüz nəticəmi 100-dən 1%dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorunun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.